Desəm ki, bu son 25 il insanlıq tarixini kökdən dəyişdi, inanarsan. Bəzən sənə elə gəlir ki, sanki bir oyunun içindəsən. Sanki səndən öncə artıq hər şey bəlirlənib. Daha doğrusu, kodlanıb. Azad olmaq bu əsrin ən çətin nailiyyətinə çevrilib. Türkiyədən seçib vurduğun paltar, rəfdən bəyənib götürdüyün kitab, Netflixdə təsadüfən izlədiyin yeni serial ya da hansısa platformada qabağına çıxan bu qısa film. Bil ki, heç də təsadüfən deyil. Alqoritmlər səni doğmalarından daha yaxşı tanıyır. Onlar bilirsən kimsən. Biz bu 25 ildə privatlıq anlayışını getdikcə itirdik. Azad şuurumuz kiminsə oyuncağına çevrilib. Amma zaten ən başdan bizim seçim haqqımız yox idi ki. Yaşamaq ki biz seçmədik. Bəlkə elə simulyasiyadakı yeni personajdır hər körpə. Bəlkə də başını qarışdırıram. ChatGPT-dən soruş, o bilər. O ki səni tanıyır. Məsələ budur ki, o səni tanıyır. Səni sonu yox. Hər addımımızdan xəbərdardılar. Media deyilən şey yalanlardan ibarətdir. Bəlkə bu da yalan. Nəyə inanaq? Ona görə sənə sadəcə sual verəcəm.